Deməli, ola bilər ki, bugün Azərbaycanda şikayətlənir, televiziyalarda belədir, anti-milli, nə bilim, qəzetlər, media millətin tərəfində deyil, siyasi partiyalardan heç bir kimin başı çıxmır. Biz bu məsələlər haqqında özümüz tez-tez danışırıq. Maraqlı bilirsiniz nədir? Əgər bir zaman gəlsə, necə ki bir gün Ramiz Mehdiyev ölkənin yiyəsi idi, Ramiz Mehdiyevin əleyhinə söz demək mümkün deyildi. Hamı Ramiz Mehdiyevin böyüklüyündən, necə böyük və dahi fəlsəfəçi olduğundan, filosof olduğundan, akademik olduğundan danışırdı. İndi hamı Ramiz Mehdiyevin əslində nə qədər yaramaz, nə qədər düşmən, nə qədər alçaq adam olduğundan danışır. Görürsünüz necə dəyişir? Val görürsünüz necə dəyişir? Bir günlərin bir günündə bir milli proqram qəbul olunur. O milli proqram icraata qoyulur. Hər şey milli istiqamətdə dəyişir. Milli mənəvi dəyərlər önə çıxır. Bahalaşma aradan qaldırılır. Millətə doğru addımlar atılır. Qaz bizə pulsuz olmalıdır. Qaz limiti olmur və minimum olur. İşığın limiti enir və ucuzlaşır. Televiziyalara milli insanlar, cavan gənclər çıxarılır. Ki o vaxtı 92, 93, 91 o qızıl dövrlərdə, bu milli azadlıq hərəkatının yeni başladığı dövrlərdə bu şeylərin rüşeymləri var idi. O zaman eyni qaydada ölkə başqa bir istiqamətə gedir. Vəssalam. Yəni bu o qədər sadə bir işdir ki. İndi ad çəkmirəm da. Amma məsələ Azərbaycan televiziyasının başına milli vətənpərvər, savadlı, ağıllı, lap elə ingilis dilini, fransız dilini bilən, milli mənəvi dəyərlərə hörmət eləyən bir insan qoyulur. Məsələn, 5 televiziya var, hərəsinin başına bir cavan oğlan qoyulur və bunlar milli istiqamətdə. Anında hər şey dəyişir. Sabah başqa bir Azərbaycan görərsiniz. Sadəcə indi istiqamət o tərəfə. İndi istiqamət Azərbaycanda milli qüvvələr üçün təhlükəyə gedən istiqamətdir. İndi müstəqil olan hər kəsi həbs eləyirlər. İndi qəzetçilər içəridə, jurnalistlər içəridə, Abzas, Media, Toplum, Rüfət Səfərov, Anar Məmmədli, Anar Əsədli, nə bilim, digərləri, onlarla insan, yüzlərlə insan. 400-ə yaxın siyasi məhbus var. Ən azı mühakiməsində problemli insanlar var. Amma onların bir 50, 60, 70 nəfəri tanınmış ictimai siyasi xadimlərdir. Ruslan İzzətli var, Rüfət Səfərov var, dedim mi bilmirəm. Əziz Orucov var, bizim dostumuz, qardaşımız. Yəni, bu istiqamət dəyişirsə, millətin bütün istiqamətləri dəyişir. Burada böyük bir problem yoxdur ki. Bir günlük qərardır, bir günlük. Bax, bir qərar verildi. İndi Ramiz Mehdiyev məsələsini Putin mi dedi? Ondan Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti mi bunu açdı? Bu uzun müddətdimi var idi? Uzun müddət izlənilirdimi? Ki, məndə belə bir qənaət var ki, Ramiz Mehdiyev uzun illərdir izlənilirmiş. Ən azı bir 5 ildir, son 5 ildir Ramiz Mehdiyev izlənilirmiş. İndi bir qərar heç həbs eləməyiblər də. Sadəcə aparıblar, ev tutaqlığına veriblər, ev tutağı həbs qəti imkan tədbiri seçiblər, Ramiz Mehdiyev evindədir. Bir qərar ölkəni nə qədər dəyişdirdi? Nə mənada? İndi o yaltaqlar, üzə duranlar, o şaxşaxçılar ayrı bir şey. Amma toplumun özündə sanki bir
diriliş demeyeyim ama bir uyanış kimi bir şey var. Rahatlama baş verdi elə bir sanki. Hə. İndi qardaş, sən sabah digər bir məsələdə eyni qaydada silsilə addımlar atsan, bu millətə düşmənçilik eləyən adamlar var, generallar var, Tərtər hadisəsini törədənlər var, Rusiyanı üzərimizə gətirənlər var, İranın agentura şəbəkəsi var, Qərbin agentura şəbəkəsi var, Səudi Ərəbistanından İordaniya qədər hamının şəbəkəsi var Azərbaycanda. Sən onu təmizləyib milli istiqamətə yönələndə, milli istiqamətə yön verəndə Azərbaycan saat kimi düzəlir. Nə böyük şeydir və buna amadədir, buna hazırdır Azərbaycan xalqı. Azərbaycan xalqı o qədər əziyyət çəkib ki, buna hazırdır indi. Bugün Azərbaycan xalqı 5-50 bu məsələnin üzərinə geçsin. Yəni bu məsələni həll eləmək çox asandır. İndi qıraqdan baxana döyüş asan gəlir. Ben bunu belə deyirəm, amma oturuşmuş qüvvələr var. Azərbaycanı istəməyən qüvvələr var, amma eləmək mümkündür. Çünki bu məsələdə Azərbaycan xalqı hər zaman bu icraatı eləyən dövlətin yanındadır, mən onu bilirəm.